Dostlar, siz mənim saçlarıma fikir verməyin. Yaxamdakını da taxdım bu formada. Saçımı yığacam böyük ehtimal. Dostlar, böyük hədəflərimiz var. Görə eləyə biləcəyik. Hamısı уже yavaş-yavaş otururlar. Dostlar, yenə özümüzünkilərdən tapdıq. Qarşımızda avtobus saxladı. Görsünüz, biz yenə də minmirik. Sadiq qalırıq. 28.000 addım yerimişik dostlar. 3.000 də oradan çıx, 25.000 ümumi. Hə. Hər birinizə salam. Kanalıma xoş gəldiniz. Yeni bir videoyla qarşınızdayım. Deməli, bugün nə edəcəyik? Bugün marafona gedəcəyik. Bəli, Bakı marafona. Yəni küləyə qalib gələk hashtagi ilə olan. Mən ora Media İnkişaf Agentliyindən gedəcəm. Yəni media könüllüsü olaraq gedəcəm, qatılacağam. Bu marafonun şərtlərini sizlər üçün oxumaq istəyirəm. Deməli, Dövlət Bayrağı meydanında başlanacaq. 21 kilometrlik marşrutdur da, təsəvvür eləyin. Yəni burada indi bunun hamısını oxusam video yəni sırf bunun üçün gedəcək. Yəni bir sözlə deyim ki, Dövlət Bayrağı meydanından başlayıb dəniz kənarı bulvar, yəni Su İdman Sarayının arxası Bakı Kristal Zala qədər qaçacağıq. Mükafatlar nədən ibarət olacaq? 27.000 nəfər insan var bu arada, yəni qeydiyyatdan keçən və birinci yerə 3 münazeyin, ikinci yerə 2 münazeyin, üçüncü yerə minazeyin veriləcək və finişə çatan ilk 2000 iştirakçıya medal veriləcək və bütün iştirakçılara da sertifikat veriləcək. Yəni sertifikatımızı alacağıq. Ümid eləyirəm ki, amma finişə çatan ilk 2000 iştirakçıya medal veriləcək. Bu nə deməkdir? Yəni hər adam finişə çata bilmir. Çünki 21 kilometrlik yoldur, yəni çox çətindir. Görək də indi necə olacaq. Eyni zamanda çoxlu tanınmış insanlar, müğənnilər iştirak eləyəcək orada. Yəni konsert olacaq. Əsasən də buna görə gedirəm. Saat 7-dir indi və saat 10-da başlayır. İndi qurt kimi acmışam, yəni təsəvvür edin, çox qəşəng bir səhər yeməyi hazırlamağı fikirləşirəm özümə. Nəyə görə? Çünki həm çoxlu enerji sərf eləyəcəyik orada, yəni saat neçəyə kimi orada olacağıq. Ona görə nə olursa olsun güclü yeməyi fikirləşirəm. Çörəkləri mikrovalnovkaya qoymağı fikirləşirəm ki, isti-isti olsun, qəşəng. Çörəklərimiz isinir. Şirin çayımızı da elədiyimizə görə səhər yeməyimizə başlaya bilərik. Yeməyimi bitirdim və indi biraz vaxtım var, biraz oyalanıb, ondan sonra geyinib evdən çıxacağam. İndi dostlar, gəldim geyinməyə. Formamı geyinəcəm, yəni medianın formasını geyinəcəm. Bu formanı geyinəcəm. Qürur mənbəyidir bu. Sonra da bir rəqəm veriblər mənə. Rəqəmi gedib götürmüşdüm. Qeydiyyatdan keçmişəm deyə rəqəmi götürmüşdüm. Gördüyünüz kimi bu sizin orada iştirakçı olduğunuzun göstəricisidir. Və belə gördüyünüz kimi indi çantamı yığacam. Su falan oradan alaram. Yəni mən belə çox suyan bir insan deyiləm. Hava da yəni isti deyil o qədər də. Külək var, hətta yağış gözlənilir. Yəni yağış yağsa batdıq da yəni. Deməli dostlar, gəlmişəm. Külək saçımın tükün apardı da yəni. Həqiqətən də adına uyğundur, küləyə qalib gələk. Hazırda saat hələ ki 9-dur, yəni 10-da başlayacaq. İnsanlar amma yığışıbdı uca.
Hadi saçım pis günə qaldı. Rezin gətirmişəm, mən yığacam birazdan böyük ehtimal. Bizim uşaqlar da elə ki gəlməyibdi. Onları gözləyirəm. Elə deyəsən ilk gələnləri mənəm. Buradan durmuşam, baxıram cəmaata. Dostlar, siz mənim saçlarıma fikir verməyin. Yaxamdakını da taxdım bu formada. Dostlar, burada yığışmışıq finish nöqtəsinə, başlayır deyəsən. Nə deyir, heç də başa düşmədim. Mən də uşaqları burada gözləyirəm ki, gəlsinlər, gəlib çıxmırlar. Finişdə qarşıda olmağıma baxmayaraq, Aygün Kazımovanın gəlişinə görə 5 dəqiqəlik baxıb, ondan sonra mən də başladım. Dostlar, bizim uşaqlar da gəldi gördüyünüz kimi. İndi bu konsertə görə çox insan dala qaldı. Onunla da populyar oldu bu qızın. Hədə çox geridə qaldıq. Özdə fikir versən necə də gün üst-üstə düşüb, küləkli günə düşmüşük. Baba zarafatsız Malik hara gitti? Deyim Malik. Pes eləyib deyəsən. Mən dedim indi Malik bizdən yer tutar. Malik, ay Malik. Hələ də sağ olsun da. Amma susamışdım. Uşaqlar hardadır görəsən? Uşaqlar arxada qalıbdı. Bunlar belə elədik ki, elə bilən finişə çatmışıq. Ay Nicat, bunların səsindən elə bildim ki, çatmışıq. 2000 neçə adam yoxdur aslında. Ha. Gedirik hələ də, pes eləməmişik. İndi ilk neçədə olduğumuzu bilmirik. Çox maraqlı gəlir ki, görən 2000-lərin və yaxud da 1000-lərin içindəyik, yoxsa yox. Dostlar, barmaqlarımızı hiss eləmirik. Amma görürük ki, yəni biraz ümid yoxdur əslində. Çünki nə qədər adam var, özü bura xüsusi hazırlaşıb gələn adamlar var. Yəni qabaqcadan da. Bilsəydim mən də bura hazırlaşardım. Sumka ilə gəlmişəm mən də bura. Köməkləşə. Marafonun mənə bir xeyri oldu ki, bütün Bakını gəzdim. Uca Gəlmətlər Parkına gəlmişəm. Dostlar, yenə özümüzünkilərdən tapdıq. Yolun yarısını getmişik uca. Deməli, dostlar, neçə addım getmişik? Hardasa 16.000 addım getmişik. Amma mən onu hesablamışdım ki, 21 kilometr yol hardasa 32.000 addım eləyir. Yəni biz 32.000 addıma çatmadı. Bir bu qədər də getməliyik də, yəni. Çatarıq. Çatar. Hardasa buradan görünmür nəysə, oralara çatmalıyıq. Nə düşünürsünüz? Heç nə, ayaqlarımız ağrıyır. Yorulmuşuq, ayaqlarım ağrıyır. Amma yenə də o son nöqtəyə çatmaq. O qədər ağrı var ki, keyif hiss Mən eləmirəm. Dostlar, bir şey soruşa bilərəm. Biz niyə özümüzü öldürürük? Heç nə, burada axırda heç nə verməyəcəklər ha, 2000-dən. Hə. Amma sertifikat alacağıq. Avtobus.
Gidiyor. Əslində mən belə aktivitəyə görə ən çox istəyirəm və maraqlı gəlir. Deməli, bunlar gələcəyin jurnalistləridir, dostlar. Nə qədər qalıbdı bayraq meydanına 1 saat qədər? 17 dəqiqə 1 saat 17 dəqiqə yenə biz qayıtmalıyıq bu yolu. Olsun rayona getsəydim buradan tez çatar. Göyçaya getsəydim buradan tez. 12 kilometrə gəldik, çatdıq. Sağ ol. Sağ ol. Qaçmağa xoşum yoxdur. Bizdə bir dənə arxada heç kim yoxdur. Ya biz birinciyik, ya axırıncıyıq. Amma yox. Yox, axırıncı olmarıq məncə. 15 kilometr. 15 kilometrdə tamamladıq. Dostlar, bu qaçan insanların butulkalarına baxın. Qarşımızda avtobus saxladı. Görürsüz, biz yenə də minmirik. Sadiq qalırıq. Minmirik. Qətiyyən bizi çəkə bilməz bu avtobus. Sağ ol. Nəysə, biz öz yolumuza davam edək. Nəysə, dostlar, fikir verməyin. Olan şeylərdir bunlar. Neçə dəqiqəmiz qalıbdı? Gözləyin baxaq. 36. 36 dəqiqəmiz qalıbdı və biz hələ də davam edirik. Şeylə piyada gəldik. Piyada gəldik. Deməli, mükafatlandırmadan sonra veriləcək də, yəni konsert olacaq. Yenə ümidimiz var da, Nicat. Yox, həmin arxadan hər Var, konsertə çata bilərik. 28 minə son 20 addım. 28 min addım yerimişik, dostlar. Yəni 3000. Hə, indi biz 21 kilometri çatdırdıq da başa. Qurtardı elə burada. Neyniyək, qaydıq. Bizim mükafatımız anı. Hamı bir yerde, hamı bir yerde. Bakı marafonu, sesin gelsin. Qaliblere Azerisel'de ve Gosport'tan pul voucherleri de böyle təqdim olunur. Teşekkür edirik. Çok sağ olun. Size. Uğur var. Marafonumuz da bitdi. İndi isə evdəyəm. Təsəvvür eləyin, evə özümü güclə çatdırmışam. Yəni ayaqlarım qırılır da. İndi bu dəqiqə ayaqlarımı hiss eləyə bilmirəm. O diz qapağım öldürür məni. İndi heç nə evə gəldim, yeməyimi yedim, çayımı içdim. Biraz yatmağı fikirləşirəm. Çünki saat neçədən bəri oyağam. Biraz dincələcəm, ondan sonra həyat da davam eləyir. Nəysə, marafonla bağlı öz təəssüratlarımı sizlə bölüşmək istəyirəm. Marafon çox maraqlı keçdi. Yəni həyatıma həqiqətən çox qəşəng rənglər qatdı. Yeni insanlarla tanış oldum. Marafonun ən yaxşı yanlarından biri də burada yəni tanınmış insanların olması idi. Həqiqətən də tanınmış insanların olması çox gözəl bir atmosfer vermişdi marafona və demək olar ki, çox tanınmış müğənnilər olsun, aparıcılar olsun, jurnalistlər olsun, fərq yoxdur, yəni çox insan var idi. Bir də sona qədər getməyimiz, 21 kilometri axıra kimi qət eləməyimiz, verdiyimiz sözlərə sadiq qalmağımız daha önəmli idi bizim üçün. Təsəvvür eləyin ki, həm gəzdirdim, həm qaçırdım, həm video çəkirdim. Bunların hamısını eyni anda eləyirdim, həm şəkil çəkdirirdim. Yəni mənim üçün biraz daha çətin oldu əslində. Amma yenə də bu video üçün dəyər məncə. Bu qədər. Sağ olun.